بسم الله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه وسلم تسليما كثيرا. ما بعد، فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli müsəlmanlar, əziz qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki əhli kitaba etdiyi bir tövsiyəsidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və necə bilirsiniz, davam edirik səhih ədəb və əxlaq mövzusunda olan bu risaləni və keçən dərsdə ədəblərlə bağlı mövzuları yekunlaşdırdıq və bugün kitabın ikinci qismi olan əxlaq qisminə başlayırıq və müəllif ilk zikr etdiyi mövzu husnul xuluq, gözəl əxlaq adlı mövzudur və iki hədisə toxunub. Birincisi Məsruq Rahiməhullahdan nəql edir. Deyir ki, Kunna culusan mə Abdullah ibn Amr yuhaddithuna. Biz Abdullah ibn Amr radiyallahu anh ilə oturmuşduq, bizə hədis danışırdı. Dedi ki, İz qal, ləm yəkun Rasulullah sallallahu aleyhi və səlləm fəhişən və lə mutəfəhişən və innəhu kənə yəqul İnnə xiyarukum əhsənukum əxlaqa. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ədəbsiz danışan olmayıb, yəni pozğun olmayıb və ədəbsiz danışmaq da istəməyib, yəni ədəbsiz danışığı da öz nəfsinə qazanmayıb və deyərdi ki, sizin ən xeyirliniz ən gözəl əxlaqı olandır. Sizin ən xeyirliniz ən gözəl əxlaqı olandır. Hədis də Buxari və Müslimdədir. Və ikinci hədisdə Ənəs ibn Məlikin radiyallahu anhunun hədisidir. Deyir ki, Kən Rasulullah sallallahu aleyhi və səlləm əhsanun nəsi xuluqa. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən gözəl əxlaqı olan idi. Və fikir versə, hər iki hədisdə keçən sözlərə, ləfslərə deyir ki, birində Peyğəmbər sallallahu aleyhi və səlləm ədəbsiz danışan olmayıb. Yəni, fəhiş, yəni pozğun olmayıb, yəni pis söz, eybəcər söz danışan olmayıb, əxlaqı pis olmayıb deməkdir. Və pozğunluq da pis danışıqda həddi aşmaqdır. Yəni insan danışığında və ya pis danışığında həddin aşılmasıdır. Qaldı ki, mutəfəhhiş o kəsdir ki, özü-özünü pis danışmağa vadar edir. Özü-özünü, yəni pozğun olmağa, pozğun danışmağa vadar edir. Yəni, birincisi, insanın xilqətində olan bir şeydir. İkincisi isə əxlaqı üçün qazanılan bir şeydir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hər ikisindən uzaq idi. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı ən gözəl əxlaq idi. Yəni, əxlaqın hamısı onda cəm olmuşdur. Ona görə həm şəriətin dəlilləri, həm ağlın dəlilləri ittifaq edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı ən gözəl əxlaq idi. Ona görə də mərtəbəsi, qədri ən yüksək olan idi. Və baxsaq əslində şəriətin dəlillərinə görərik ki, bunların hamısı Allah Taala'nın bu ayəsi ətrafında dövr edir. Deyir ki, Allah Taala Peyğəmbərinə xitabən Xudil əfvə və əmur bil ma'ruf və a'ridənil cahilin. Sən bağışlanmağı seç, bağışlanmağı götür, yaxşılığı əmr et və cahillərdən uzaq ol. Yəni, cahillərdən uzaq ol. Və mənasında, təfsirində alimlər deyiblər ki, deməsi ki, sən bağışlanmağı götür. Yəni, insanların göstərdiyi əxlaqa qarşı, yəni sənə qarşı etdiklərinə, sənə qarşı dediklərinə, sənə qarşı işlətdiyi ifadələrə, sözlərə, əməllərə qarşı sən bağışlanmağı götür. Yəni, onların xilqətində olan bu ədəbsizlik, bu əxlaqsızlıq onların bacarmadıqlarına görə onlardan daha artıqını tələb eləmə, ona görə bağışla onları. Sonra nə et? Əksinə, sən onlara nə gətir? Sən onlara yaxşılığı əmr et. Sən onlara nəsihət et, əmr et onlara, öyrət ki, şəriət hər bir yaxşılığı əmr edir. Eləcə də ağıl, həmçinin fitrət, necə hər bir yaxşılığı əmr edir? Şəriət də hər bir yaxşılığı əmr edir. Və cahillərdən də uzaq ol. Yəni, onların dediklərindən, danışdıqlarından, o pis əxlaqından,
Yəni ona fikir vermə, uzaq ol. Və buyurur ki, Rəbbimiz başqa bir ayədə ona xitabən İtfə billəti hiyə əhsən. Sən gözəl olanla dəf et. Sən gözəl olanla dəf et. Yəni insanla gözəl rəftar et. O sənə qarşı pis olsa da sən onu gözəlliklə dəf et, yaxşılıqla dəf et. Fəidəlləzi beynəkə və beynəhu ədəvə kəənnəhu valiyyun hamid. Görəcəksən ki, səni ilə düşmənin arasında hansı ki, ədavət aparsan, sən o ilə yaxşı davrandığına görə sanki sənə dost olacaq. Sanki sənə dost olacaq. وَمَا يُلَقَّاهَا إِلَّا الَّذ۪ينَ صَبَرُوا. Lakin şərt qoyub Allah Teala ki, bunu yalnız kim qadirdir buna? O kəslərdir ki, səbr edə bilər. Bu əmələ qadir olanlar İllellezine sabr. O kəslər ki, səbr edə bilər. Və mə yulaqqaha illə zu hazzin azim. Yəni buna həmçinin böyük pay sahibi olanlar tab gətirə bilər. Yəni onlar bu əxlaq sahibi ola bilər. Ona görə Allah Teala sən belə olsan, Allah Teala öz sənə kömək olacaq. Sənə səbir verməklə, helm verməklə, yəni tələsməmək verməklə, həmçinin ağlının genişləndirilməsi ilə və səni üstün edəcək əxlaqıva görə, hətta o dərəcədə ki, səni əxlaqla vəsf edənlərin vəsfindən də üstün edəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədislərdə sifəti bəyan edilib bizə. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm pozğun olmayıb, ədəbsiz olmayıb əsli xilqətində, eləcə də özü üçün yəni ədəbsizliyi seçməyib, axtarmayıb, qazanmayıb, uzaq olub bu pis əxlaqdan, bu pis xüsusiyyətdən, istər qazanılan olsun, istər insanın öz nəfsindən olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm əksinə gözəl əxlaq sahibi olub, mülayim olub, asan insan olub. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm göstərir ki, ən gözəl əxlaq sahibi, ən xeyirli, ən gözəl insan, ən xeyirli insan, ən gözəl əxlaq sahibi olandır. Və bu hədislər əslində rəğbətləndirir insanları gözəl əxlaqı olmağa, rəğbətləndirir ki, bildirir ki, gözəl əxlaq tərəzidə qiyamət günü ağır gələcək. Ona görə müsəlman əxlaqını gözəlləşdirməlidir. Allahla ilk olaraq, Allah Taala'nın istər qovni, istər şəri əhkamlarına qarşı geniş kökslə, geniş qəlblə qəbul etməlidir Allah Taala'nın əhkamlarını, Allah Taala'nın haqlarını, razı olmalıdır, təslim olmalıdır. Həmçinin də Allah Taala'nın qullarına qarşı yaxşı olmalıdır, yaxşı əxlaqlı olmalıdır, onlara qarşı yaxşı davranmalıdır. Ona görə əxlaq yaxşı olması deyəndə həm Allahla, həm Allahın bəndələri ilə yaxşı olmaq qəsd edilir. Amma Allahla yaxşı olmaq dediyimiz kimi Allahın hökmləri ilə razı olmaq, şəri hökmləri ilə razı olmaq, təslim olmaq ona, Allahın təqdiri ilə razı olmaq, etiraz etməmək, geniş kökslə, geniş qəlblə qəbul etmək, sıxılmamaq, bezməmək, kədərləməmək, nəsə xoşuna gəlmədikdə, Allah Teala nə təqdir edibsə onu ilə razı olmalısan və nəsə bəyənmədiyin bir şey olsa, ona təslim olmalısan, səbr etməlisən və sanki dilinlə və qəlbinlə deməlisən ki, Allahdan Rəbb olaraq razıyam. Və həmçinin də Allahın şəriətinə uyğun olaraq insanların qarşı da gözəl əxlaq sahibi olmalısan, yəni onlara qarşı gözəl əxlaqda olmalısan və alimlərin dediyi kimi insanlara qarşı və ya məxluqa qarşı gözəl əxlaqda olmaq odur ki, onlara əziyyət verməyəsən, onlara kömək olasan, həmçinin onlarla gülərüz qarşılaşasan. Əziyyət verməmək deyəndə, yəni insan başqalarına nə dili ilə, nə digər əzaları ilə əziyyət verməməlidir. Kömək olmaq dedikdə, yəni onlara əta etmək, öz malından, öz elmindən, şərəfindən, məqamından, bacardığından onlara dəstək olmaq, onlara əta etmək. Və bu hədislər bizə öyrədir ki, gözəl əxlaq əksinə rəğbətlənəndir. İnsan gözəl əxlaq sahibi olsa fəzilət sahibidir. Və həmçinin öyrədir ki, Peyğəmbərimiz bu məsələdə bizə örnəkdir və həmçinin öyrədir ki, insan danışanda elə sözlər seçməlidir ki, o sözlər ədəbdən uzaq olmamalıdır, əksinə əxlaqa, ədəbə müvafiq sözlər olmalıdır. Bu da her şey ben. Bu da her şey. Böyle bitirse, hatta hemşe şey bitirdiniz. Allah bizi... Sen diyeyim onu koy oraya. Tamam.
Özü unuttum o demək istəyirdim ki, Bilmiyorum, alıştı suallara. Buyurun. Allah Teala bizi eşidib faydalardan etsin. İnşallah gələn dərsdə əxlaq mövzusunu davam edəcək və müəllif də ilk olaraq səbrlə bağlı fəsillərə toxunacaq. Aqulu ma tasma'un və estəğfirullah li və lakum və lisa'iril muslimin kulli zəm fəstəğfiruhu innehu huvəl ğafurur rahim.